Salam, hər vaxtınız xeyirli olsun, dəyərli müəllimlər. Sertifikasiya imtahanından uğurla keçən və yüksək nəticə əldə edən müəllimlərin hər birini təbrik edirəm. Elə isə sıra müsahibə mərhələsindədir. Müsahibə mərhələsi də imtahan qədər vacib bir mərhələdir. Onun üçün çox ciddi hazırlaşmaq və disiplinli formada dərslərə qoşulmaq lazımdır. Dərslərimizə qeydiyyat başlayıb. Həftənin 3 günü, 1-ci, 3-cü və 4-cü günlər canlı formada dərslərimiz olacaq və hər bir müəllimə fərdi olaraq sual-cavab veriləcək. Material qrupuna müəllimlərimizə hər bir sualın konkret cavabı göndəriləcək PDF şəklində və dərslərin canlı keçirilməsindən sonra həmin dərslər qeyd olunacaq. YouTube vasitəsilə müəllimlərə göndəriləcək ki, bu da dərslərin möhkəmləndirilməsində kömək edir. Burada nələr əldə edəcəksiniz? İlk başda özünü təqdim etmədən psixoloji suallar, özünü təqdim etmə vəziyyətindən sonra hər bir müəllim özü fərdi formada icmal hazırlamağı öyrənəcək. Psixoloji situasiyalar, müəllim-şagird valideyn münasibətləri, hər bir vəziyyətdə, hər bir situasiyada qarşımıza çıxa biləcək problemlərin, hər bir vəziyyətdə qarşımıza çıxa biləcək hazır sualların müsahibədə necə cavablarını verməliyik? Bax, bu bizə öyrədiləcək. Və hər bir müəllim müsahibə anına qədər tək-tək müsahibə olunacaq. Yəni sanki müsahibə gününə qədər hər gün bizdə müsahibə götürülür. Hər gün müsahibədəyik. Bu da müəllimlərdə müsahibəyə uğurla getməyə və müsahibədə uğur əldə etməyə kömək edir. Deməli müəllimlər, etməli olduğunuz nədir? Sadəcə 070 996 61 55 nömrəsi ilə əlaqə saxlayırıq və müsahibə dərsləri üçün vaxt itirmədən qeydiyyatdan keçirik. Vaxt itirmədən qeydiyyatdan keçirik, çünki qrupda müəllim sayı az olacaq, yerlər məhduddur. Yəni çox müəllim götürmürəm, çünki qrupda hər bir kəsə vaxt olsun ki, sual-cavab verilsin. 070 996 61 55 nömrəsi ilə əlaqə saxlayın. Ayın 1-dən, iyul ayının 1-dən artıq dərslərimizə başlayırıq.